İndi isə isimlərin cəmindən danışacağıq. İsimlərin cəmi, necə ki Azərbaycan dilində ismin cəm şəkilçisi larlərdir, ingilis dilində ismin cəm şəkilçisi SES hissəcikləridir, cəm şəkilçiləridir ki, bunlar ismin cəmini yaradırlar. Məsələn, biz əgər book sözünü cəmləmək istəyiriksə, books şəklində yazacağıq. Lakin bilmək lazımdır ki, bütün isimlərə bu qaydanı şamil etmək olmaz. Bəzi isimlər var ki, onlarda biz artıq yes istifadə etməliyik. Yəni sözün sonu s, x, double s, sh, ch, tch ifadələri ilə bitirsə, bu zaman gördüyünüz kimi biz s yox, es artırırıq. Basis. Və ya o-dan əvvəl samit gələrsə, məsələn, baxın potato ifadəsinə. O-dan əvvəl samit gəlir. Potato. Bu zaman biz artırırıq yes. Potatoes. Amma o-dan əvvəl sait gələrsə, baxın, burada radio, iyi saitdir. Sait gəlibsə, sadəcə es artıracağıq. Burada müəyyən istisnalar var. Disko, kilo, foto, solo, piano və s. kimi istisnalar var ki, bu istisnalar baxmayaraq ki, o-dan sonra samit gəlibdir, sadəcə es artırılır. Amma istisnalar qaydanı əlbəttə ki, pozmur. Sonra y hərfində də qayda eyni şəkildədir. Y-dan əvvəl sait gəlibsə, məsələn, baxın, boy sözünə, boy. Y-dan əvvəl gəlib sait. Bu zaman sadəcə s artırırıq. Lakin y-dan əvvəl, baxın, burada samit gəlib, army. Bu zaman y hərfi düşəcək yerinə, deməli, baxın, bu şəkildə s artıracağıq. Daha sonra F və ya FI ilə bitən ifadələrdə isə biz həmin bu hərflərin V hərfi ilə əvəz olunduğunu görürük. Məsələn, leaf, baxın, burada cəmlənəndə F keçir V-ya, daha sonra S artırırıq. Və ya shelf, burada F keçdi V-ya, daha sonra S artırırıq. Əlbəttə ki, burada da müəyyən istisnalar var. Brief, chief, believe, handkerchief, proof. Bu ifadələr var ki, bunlar F ilə bitsə də cəmləyəndə sadəcə S artırılır, yəni V-yə keçmir. Bir də gənclər, 3 dənə bizim sözümüz var ki, hoof heyvanların dırnağına deyilir, scarf şərf, wharf isə liman. Bu tipli isimlər isə, yəni bu 3 isim isə cəmlənərkən istəsəniz S artıra bilərsiniz, istəsəniz də baxın bu şəkildə cəmləyə bilərsiniz. Yəni scarf isə doğrudur, scarves şəklində yazılanda doğrudur, yəni iki versiyada doğrudur. Bir də ta 3-cü sinifdən bəri keçdiyimiz cəmlənərkən fleksiyaya uğrayan, yəni kökdən dəyişən isimlərə nəzər yetirək. Mən, woman şəklində dəyişir. Tools, food və goose sözlərində double o-lar keçir double e-yə. Tease, feed, giz şəklində cəmlənir. Mouse və louse, mice və lice olaraq dəyişəcək. Ox və child isə qeyri-məhsuldar cəm şəkilçisi n artırılır. Oxen və children şəklində dəyişir. Person isə cəmlənib people şəklində olacaq, yəni adamlar. Bunlar yəni cəmlənərkən kökdən dəyişirlər. People-la bağlı bir məsələni qeyd eləmək istəyirəm. Bilməliyik ki, people sözünün bir mənası insanlardır. Baxın, insanlar. Burada people-ı cəmləyə bilmərəm. Yəni, mən heç vaxt pupils yaza bilmərəm və ya a people yaza bilmərəm. Bu səhvdir. Bu olmaz, səhvdir. Amma hansı mənada? İnsanlar mənasında. Bir də people-un bir mənası da xalq deməkdir, xalq. Mən çox rahatlıqla deyə bilərəm ki, Azərbaycanda çoxlu xalqlar yaşayır. Baxın, düzdür, xalqlar. Və ya başqa hansı mənası, bir xalq yaşayır və ya a people. Yəni, bunlar isə artıq olacaq doğru. Yəni, biz people-ı insanlar mənasında cəmləyə bilmərik, çünki zaten özü cəmdədir. Və ya artiklı artıra bilmərik, çünki cəmdədir. Amma xalq mənasında cəmləyə də bilərik xalqlar kimi. People bir xalqdır deyərək artiklı ilə verə bilərik. Daha sonra isə biz təki və cəmi eyni olan isimləri görəcəyik. Bu isimlər hansılardır? Burada gördüyünüz sheep, deer, fish, means, swine, craft, aircraft, special, serious sözləri var ki, bu sözlər təki və cəmi eynidir. Baxın, bu nə deməkdir? Məsələn, species növ deməkdir. Bir növ deyirəmsə, one species və ya a species. Baxın, artiklı. Amma 5 növ deyirəmsə, yenə də 5 species. Yəni, baxın, təki ilə cəmi eyni oldu. Və ya gəlin biz maral sözünə baxaq. Bir maral, a deer. 5 maral, 5 deer.
Yəni biz buna s artırmadıq. Baxın, hər ikisinin də təki və cəmi eynidir. Bəs sual yaranır ki, hardan biləcəm bu təkdir yoxsa cəm? Qarşısındakı artikeldən, yəni artikeli varsa təkliyini bildirəcək və ya xəbərindən biləcək ki, bu artıq təkdədir. Xəbər təkdədirsə, demək söhbət bir maraldan gedir. Sadəcə bu halda bilmək olar. Bir də ingilis dilində həmişə cəm isimlər var. Bu həmişə cəm isimlər iki simmetrik hissədən ibarət olan isimlərdir. Bu da öz növbəsində bölünür iki yerə. Yəni alət və vasitələr, bir də geyimlər. Məsələn, scissors, qayçı iki simmetrik hissədən ibarətdir. Headphone, qulaqcıq. Deməli, burada da həmçinin iki simmetrik hissə var, cəmdədir. Və ya trousers, şalvar, jeans. Baxın, bunlar iki simmetrik hissədən ibarətdir deyə həmişə cəmdir. Amma bir dənə bayaqki qaydanı təkrarlayaq. Biz demişdik ki, xəbər təyin edəndə ofdan əvvələ baxmalıyıq axı. Baxın, ofdan əvvələ baxıram. Trousers məni çaşdırmamalıdır. Ofdan əvvələ baxıram ki, pair təkdədir. A pair of trousers. Artiklı var. Təkdədirsə, xəbərimiz də olmalıdır təkdə. Deməli, ofdan əvvəl gələn isim təkdədirsə, xəbər təkdə, cəmdədirsə, xəbər cəmdə olacaq. Burada gördüyünüz 10 dənə sözdə isə həmişə cəm isimlərdir. Bu isimləri məncə əzbərləmək əvəzinə, xüsusilə bu 4 dənəsinə daha diqqətli fikir verək. Niyə digərlərini demirəm? Çünki zaten digərlərinin sonunda S var. Content, reach, stairs, clothes, goods. Bunlar earnings, bunlar deməli zaten S-i var, biləcəksiniz görəndə. Lakin cattle, iri buynuzlu malqara, polis, poultry, ev quşları, gentry, zadəganlar, bunların S-i yoxdur, gənclər. Bunlar məsələn bu 2023-ün qəbuluna, 24-ün qəbuluna düşmüşdür. Yəni bu tipli isimlərdən ehtiyatlı olaq, bunlar həmişə cəm isimlərdir. Sual yaranır ki, müəllimə, bəs biz polis sözünü həmişə cəm gördüksə, mən bir polisdən danışıramsa, ondan nədən istifadə edəcəm? Bu zaman man, woman sözlərindən istifadə etmək olar. Məsələn, policeman, police officer və s. kimi istifadə etmək olar. Bu halda polis sözünü artıq tək kimi götürə bilərik. Yoxsa polis sözü həmişə cəmdir. Növbəti bir kateqoriya isə toplu isimlərə aiddir. Bilirik ki, Azərbaycanda da toplu isimlər var. Ordu, şirkət, millət, bunlar toplu isimlərdir. İngilis dilində toplu isimlərin təki və cəmi anlayışı biraz fərqlidir. Gəlin belə bir şey deyək. Bu iki cümləyə nəzər yetirək gənclər. My family is, my family are. Baxın, ikisində də müftəda indidir. My family, the family. Ya da burada da elə gəlin my family yazaq. Eyni şeydir. My family. Niyə birində tək, birində cəmdir? Bunun mənasını başa düşək. Baxın, deyirəm ki, mənim ailəm çox böyükdür. Burada mən tək-tək ailə üzvlərindən danışmıram axı. Mən ümumi ailə məfhumundan danışıram. Mənim ailəm böyükdür. Bu zaman xəbər təkdədir. Bir də var deyirəm ki, ailəm stol arxasında da nahar edir. Orada nahar edən kimdir? Ayrı-ayrı fərdlərdir. Yemək yeyən ayrı-ayrı fərdlərdir. Ayrı-ayrı fərd olaraq yanaşdıqsa artıq xəbərimiz olacaq cəmdə. Məsələn, yenə də bir başqa nümunə deyək. Deyirik ki, ordumuz qalib oldu. Burada ümumi bir ordudan gedir söhbət. Bu zaman xəbər təkdir. Mən desəm ki, ordumuz çox yaxşı vuruşdu, artıq burada vuruşan, döyüşən bizim əsgərlərimizdir deyə, bu zaman xəbərimiz olacaq ayrı-ayrı fərdləri nəzərdə tutduğumuza görə cəmdə. Daha sonra mürəkkəb isimlərin cəmi. Bu cəmlənmə də sonuncu kateqoriyadır. Mürəkkəb isimlər bildiyimiz kimi Azərbaycan dilində də bit şeydə yazıla bilər, deməli, dərslə də yazıla bilər. Bu zaman biz nəyə əsaslanmalıyıq? Baxın, əgər bit şey yazılıbsa, sözün sonuna müvafiq olaraq cəmlənir. Sözün sonuna müvafiq olaraq cəmlənir. İstisnasız. Lakin əgər bu şəkildə ayrı-ayrı yazılıbdırsa, bu zaman biz əsas mənanın üzərinə atmalıyıq öz şəkilçisini. Məsələn, gəlin baxaq mother-in-law sözünə. Mənası qaynana deməkdir. Gəlin söz komponentlərin tərcüməsinə bir-bir baxaq. Mother ana, law qanun. Deməli, axı qaynana sözündə əsas mənanı kəsb edən söz qanun sözü deyil ki, ana sözüdür. Onda olacaq mother-in-law. Yəni S artırıldı ana sözünə. Və ya editor-in-chief, yəni baş redaktor. Burada əsas məna baş sözündə deyil ki, redaktor sözündədir. Əsas məna redaktorda olduğuna görə cəm şəkilçisi editora artırılacaq. Bir də bəzi mürəkkəb isimlər ola bilər ki, onların tərkibində mən sözü olsun və ya woman sözü olsun. Bunda nəyə fikir vermək lazımdır? Baxın, iki dənə isim göstərəcəm. Bu gördüyünüz mürəkkəb isimdə mən sözü birinci komponentdir. Digərində isə
mən sözü ikinci komponentdir. O zaman bunun hansı komponent olduğuna fikir veririk və cəmlənməni elə edəcəyik. Məsələn, birinci komponentdirsə əgər cəmləyərkən baxın, ikisi də cəmləndi. Mən oldu mən, servant oldu servants. İkisi də cəmləndi. Lakin əgər biz ikinci komponent olaraq görürüksə, baxın birincisi olduğu kimi qaldı. Biz sadəcə ikinci hissəni cəmlədik. Yəni mən oldum mən. Bu o demək deyil ki, hansı söz mənlə bitsə biz onu mürəkkəb götürməliyik. Xeyr, German, Norman, Roman və human sözləri sadə isimlərdir. Və ona görə biz cəmləyəndə adicə S şəkli çağıracağıq. Germans, Normans, Romans, humans. Və sual yaranır ki, müəllimə mən hardan bilim ki, bu mürəkkəb deyil, sadədir. Gəlin buradan mən hissəsini götürək. Jör deyə söz yoxdur axı və ya buradan mən hissəsini götürək. Nor və ya ro deyə söz yoxdur axı. Deməli, bunlar sözün özünün kökündədir, tərkibindədir. Əgər biz bu sözləri götürsək buradan söz qalır bu şəkildə və belə bir mənaya malik söz ingilis dilində olmayacaq. Yəni bu mənanı verməyəcək daha doğrusu. Və bu 5-ci və sonuncu qeydimizi deyim ismin cəmi ilə bağlı. Xüsusilə bu hissəyə çox-çox diqqətli baxaq. Bunu artikelda da çünki vurğulayacağıq. İki isim yan-yana gəlirsə, ikinciyə baxmalıyıq. Bu sözü qətiyyən unutmursunuz. İstənilən imtahanda qarşınıza çıxa bilər. Baxın, bu yazdığım səhvdir. Çünki qızıl sayılmır axı. Materiallar sayılmırsa qarşısında necə E artiklı qoya bilərik ki? Və ya polis sayılmır axı. Daha doğrusu cəmdədir axı. Əgər cəmdədirsə, biz onun qarşısına necə E artiklı qoya bilərik ki? Baxın, burada yazdığım E artikelları əlbəttə səhvdir. Cəmdə və sayılmayan isimlərlə E artiklı olmaz. Gəlin amma yazaq. Police car. Polis maşını. Gold ring. Qızıl üzük. Bilirsiniz ki, Azərbaycan dilində sifətin isimləşməsi, daha doğrusu ismin sifətləşməsi, yəni atributivləşmə deyə bir qayda var. Məsələn, burada gold qızıl isimdir. Amma qızıl üzük desəm, artıq bu atributivləşir və sifətləşir, yəni təyin funksiyasına keçir. Bu zaman burada qızıl üzük hansı üzük? Artıq burada isim öz funksiyasını itirdi. Deməli, buradakı E artiklı aid olacaq burada ring sözünə. Bu goldun mənim üçün artıq heç bir mənası yoxdur. Sifətdir. Buradakı E golda aid deyil, ringə aiddir. Və ya polis cəmdədir. E ilə işlənməməlidir. Amma iki isim yan-yana gəlirsə ikinciyə baxırıq axı. Burada polisin artıq bizim üçün bir mənası yoxdur. Police car, polis maşını. Yəni artıq burada E artiklı maşına aid olacaq.